Apple-ın çox gözəl örneği var. Nick Lowe var. Çox məşhur creative directordur. Onu götürürlər Apple-a creative director olaraq. Müəyyən bir müddət sonra ayrılır. Thor Mayhem deyə bir bu il Cannes Lions'da Apple Creative Brand of the Year seçildi. O açılış keynote speech ondadır bu il. Onun mən 2 dəfə mi 3 dəfə təqdimatına baxmışam və agentliklər bizə niyə lazımdır təqdimatıdır. Deyir, agentlik mənim özümün benchmarkımdır. Özüm agentliklə benchmark eləyirəm hər zaman içəridə gördüyüm şeylər. İçəridə yeni işlər görürlər, amma agentlik fərqli bir gözdür. Və adamın sözündən çıxardan bunun haqqında bir məqalə yazmışdım. Mən dediyim bir şey bu idi ki, sizə əgər süd lazımdırsa inəyi niyə alırsınız? Sizə süd lazımdırsa süd alın. O inəyi niyə saxlayırsınız? Nəyə ehtiyac var? Bu günlərin bir çox şeydə biz bunun nümunəsini görürük. Amma yenə də deyirəm, yəni bu bənzətmən biraz kobud səslənə bilər. Amma agentliklər içərisindəki olan rəqabət, dinamika o şirkətlərə lazımdır ki, müqaviləni bağladın, işlədin, boşuna gəlmədi, başqa agentlikdən o dəstəyi al. Amma içəriyə qurulan komandalar, özəlliklə kreativlər üçün deyirəm, qətiyyən bu bir qısqanclıq və yaxud fərqli bir görüş kimi algılanmasın. Səmimi görüşlərin də və mənim təcrübəmə güvənib, inanıb yəqin ki bunu dinləyirsiniz də və dinləyirlər. İnsanlar bir müddət sonra lap içi mən olum, gedib hansısa şirkətdə işləsən bir marka üçün. Bir müddətdən sonra məsələ salla başı almaşına dönür. Potensialın gedərək düşür. Zaten böyük bir korporasiyanın içərisindəyəm. Mən heç kim onsuz da qovmayacaq. Uzaq başı yerimi dəyişdirəcəklər. Artıq sabah gəl, axşam gedə